Harasa tələsəndə və yaxud acanda yoldan bu cür şeylər alıb yeyirik. Lakin əksər insanlar bunun sağlamlığında ciddi problemlər yaradacağının fərqində deyil. Ən doğrusu isə budur ki, əgər nəsə alıb yeyiriksə, əyləşərək yeməyimizi yeməliyik. Günün əsas hissəsini tələsərək keçirən insanlar yeməyi də elə bu cür yeyirlər. Dönər, burger kimi fast foodları və ya suyu ayaq üstə qəbul edərək sanki zaman qazanmağa çalışırlar. Mütəxəssislər isə bu cür qidalanmağın orqanizmdə ciddi problemlərə yol aça biləcəyini bildirirlər. Ayaqüstü qəbul olunan və sürətli qəbul olunan qidalar həzmsizlik yaradacaqdır. Bu insanlarda qaz və köklərin artması müşahidə olunacaqdır. Belə ki, bu insanlar eyni zamanda qidadan doymayacaqlar. Çünki bu zaman refleksin, baş beyninə gedən refleksin müddəti üçün 20 dəqiqə vaxt lazımdır ki, biz hiss edək ki, biz doymuşuq. Yəni bu refleksin işə düşməsi isə ayaqüstü qidalanma zamanı mümkün deyil. Bunun üçün az-az və fasilələrlə yemək lazımdır. Ayaqüstü 3-5 dəqiqə ərzində qəbul olunan qida bizim gün ərzində dəfələrlə acmamıza səbəb olacaq. İnsanın qidalanmaq üçün ayırdığı zaman sakit və dinc mühitdə olmalıdır. Bədən stres keçirtməməlidir. Çünki stres həzm prosesinə ciddi ziyan vurur. Oturaq və rahat halda yemək yeyildiyi halda həzm prosesi də normal gedir, bədən də əlavə çəki qazanmır. Təbii ki, insanlardan soruşanda ki, yəni sən gün ərzində 2 dəfə qidalanırsan, cavab belə olur ki, mən gün ərzində çox az yeyirəm və bunun müqabilində mən çəki alıram. Təbii ki, gün ərzində sənin yediyin qidadan, yəni sağlıqlı olub, balanslı olmağından çox şey asılıdır. Əgər gün ərzində 3 dəfə insan qidalanırsa, balanslı qidalama qəbul eləyirsə, bir yeməkdən digər yeməyə qədər müəyyən fasilə arasında da aclıq hissi olmur. Daha çox insanlar belə deyək də fast foodlara, şirin sulara, paketli qidalardan qidalandığı üçün və axşama qədər daha çox aclıq hiss edirlər və gün sonunda artıq evə getdikdə daha çox belə qida qəbul eləyirlər. Mütəxəssislər qeyd edir ki, bədənin toxluq hiss etməsi üçün rahat olması mütləqdir. Ona görə də ayaq üstə və tez tələsi yemək bizi bu haldan da məhrum edir. Ələkbər Salih, Bəhram Cəbrailov, Telesəhər.